Şənbə söhbətləri. Ədəbiyyat almanaxı. Xoş gördük sizləri. Şənbə söhbətləri ədəbiyyat almanaxı verilişi yenə də efirdədir və bu gün də biz çox sevilən yazıçı ilə, ən çox da uşaqların sevdiyi bir yazıçı ilə birlikdə olacağıq. Mənə elə gəlir ki, bütün dinləyicilərimiz üçün çox maraqlı bir veriliş olacaq və beləliklə Yazı Masası rubrikasının bugünkü qonağı Sevinç Nuru qızıdır. Sevinç xanım, Yazı Masası rubrikamızın çox ənənəvi bir sualı var. Biz bunu bütün yazıçılarımıza veririk. Yazı masanızda hal-hazırda nə var, nə üzərində çalışırsınız? Yeni kitablar gözlənilirmi? Hansı əsərlər üzərində çalışırsınız? Bu barədə bizimlə danışarsınız. Deməli, mənim yazı masam işdəki iş stolumdur, masamdır. Yəni, mən evdə yazmağı xoşlamıram, bunu deyim. İş mənim o qədər sevimli bir yerimdir ki, mən orada yazıram. Yazı masamda hazırda çox mühüm 2 əsərim var. Onları tamamlamalıyam. Araya bəzi işlər düşür və qalır, amma düşünürəm ki, bu yaxınlara hesablamışam ki, onları tamamlayım. Bunlardan biri Marionette Maya və onun dostu Məryəm əsəridir. Əsər bir qədər psixoloji əsərdir. Əsərdə bir qızın həyatından bəhs edilir. Qız gəzə bilmir və mən düşünürəm ki, mən əsərin sonunda bütün uşaqlara hədiyyə eləyəcəm onun gəzməyini. Yəni mən ona doğru gedirəm. Mən istəyirəm bütün uşaqlar sağlam olsun və o əsərdə yəqin ki, bilirsiniz, yaradıcılığımla bir qədər tanışlığınız var. Mənim əsərlərimdə kukla obrazı çox böyük mahiyyət kəsb edir. Bir çox əsərlərimdə var. Ağca və Cubbuluda var, Aysu və Ayda. Mən deyərdim bir ana xətt kimi keçir. Ana xətt kimi Melisada var və burada da məndə kukla obrazı var. Bu marionetdir. Yəni kukla teatrları üçün nəzərdə tutulmuş marionet kukladır. İplərlə oynadılan kukla. Amma mənim kuklam bu marionetlərin həyatına, onların o missiyasına yenilik gətirir. Hətta bəzən hərdən deyir ki, marionet kimi nə hamının dediyini təkrarlayırsan və yaxud üsyankardır, yəni belə. Amma mənim marionetim öz fikri olandır. Yəni heç kimin onun iplərini dartmağı gözləmir, heç kimi onu iplərlə oynatmağı gözləmir və o öz fikri, öz düşüncəsi, öz dünya görüşü olan bir kukla obrazıdır və bu kukla obrazı mənim o qəhrəmanımın həyatına birbaşa təsir göstərir. Sevinç xanım, çağdaş Azərbaycan ədəbiyyatında uşaq ədəbiyyatı mənim ən yaralı, ən düşündürücü bir yerimdir. Mən həmişə bu barədə düşünürəm və uşaq ədəbiyyatı deyəndə, amma bir neçə imza var, bir neçə işıqlı imza var ki, mənim üzümə təbəssüm çökür həmən o insanları düşünəndə. Onlardan biri də sizsiz. Çünki bütün gözəl uşaq yazıları yazanlar gözəl valideyn olur. Bu bir mənalıdır. Bir də uşaqların psixologiyasını çox gözəl bilir və onun hər bir yazdığı əsər, hər bir yazdığı yanaşma bizim övladlarımızda, bizim bu gözəl balalarımızda həyata sevgi oyadır. Onları bütün dünyanı sevməyi öyrədir. Mən əsəri oxuyub bitirəndən sonra mən hətta bu yaşda, bir 50 yaşda belə mənim üzümdə sevinç çökür. Mən fikirləşirəm ki, nə qədər gözəl, nə qədər gözəllik bəxş edir sizin yazılarınız və bu sizin daxili aləminizdən gəlir. Sizin daxili dünyanızdan gəlir. Sizin uşaqlara yanaşmağınız, onlara belə ciddi münasibət bəsləməyiniz, onların hər birinə bir şəxsiyyət kimi baxmağınızdan irəli gəlir. Və sizin yaratdığınız obrazların hətta mən birini o gəlincik şəklində də hazırlayıblar. Mən o kitabı da görmüşəm. Çox nəfis bir kitablar tərtib olunur. Ümumiyyətlə kitab sərgilərində mən çox maraqlanıram sizin kitablarınızdan. Mənə maraqlıdır. Sizin bu kiçik oxucularınızla münasibətiniz mənə çox maraqlıdır. Bu barədə biraz danışaq. Adətən məktəblərdə çox oluram. Həftənin 3 günü məktəblərdə oluram, uşaq bağçalarında oluram və mənim görüşlərim bitmək bilmir. Hərdən müəllimlər deyir ki, Sevinç xanım yorulmusunuz, saxlayaq uşaqların suallarını. Deyirəm, yox, gəlmişəm, mən onlar üçün gəlmişəm də. Qoyun ürəklərində nə var desinlər mənə, nə istəyirlər soruşsunlar. Yəni heç bir ürəkdə, heç bir uşaq ürəyində bir arzunun belə qalmağını istəmirəm. Əgər o arzu mənə aiddirsə, yəni məndən bağlıdırsa, ümumiyyətlə istəmirəm. Soruşuram nə lazımdır, nə oxumaq istəyirsən. Bir vaxtlar mən tərcümə ilə də məşğul oluram. Bir vaxtlar təhsil nəşriyyatında belə bir kitab çıxartmışdım. Nağıla bax, nağıl
maqala 2 hissədən ibarət idi. Orada dünya ədəbiyyatından nümunələr seçmişdim. Tam müasir nümunələr. Yəni illərlə bizdə çap olunmuş, tərcümə olunmuş nümunələr tam müasir. Onlar içində Sven Nordqvistin, o həm illüstratordur, həm də yazıçıdır. Skandinaviya ölkələri, bilirsiniz, uşaq ədəbiyyatının beşiyi idi Skandinaviya ölkələri. Sven Nordqvistin bir 8-9 povesti, o Findusla Petso'nun əhvalatları. O povestlərdən birini mən tərcümə edib vermişdim orada. Uşaqların o qədər xoşuna gəlmişdi. İnanırsınız, mən görüşdə olanda artıq o kitab mağazalardan yığışıb, o 2009-cu ildə çıxan kitabdır da. Yəni o ərəfədə demək istəyirəm. Uşaqlar mənə deyirdi ki, siz də ondan yazın. Gözəl əsər uşaqların xoşuna gəlir və onlar tələb eləyirlər, onu istəyirlər. Kimsə deyir fantastikanı sevirlər, kimsə deyir ki, fantezini sevirlər uşaqlar. Amma mən düşünürəm ki, uşaqlar real həyat hadisələrini təsvir olunan əsərləri çox sevirlər. Bu həmin bu Petson və Findus da real hadisə idi. Bir kişi var, qoca kişi, onun balaca pişiyi var və Milad bayramı ərəfəsində kişi yıxılır, onun ayağı sınır. Soyuqdur, bayram eləməlidirlər, bazarlıq eləməlidirlər, çınar ağacı qurmalıdırlar, bəzəməli, pişik çox kədərli olur. Bəs biz nə yeyəcəyik? Barışmaq istəmir kişinin ayağı, Petsonun ayağının sınmağı ilə və həmin gecə qonşular öz süfrələrindən onlara pay gətirirlər və onlarla birlikdə otururlar, bayramı qeyd edirlər. Paylaşmağı öyrədir, sevgini öyrədir, sevinci. Yəni uşaq yaxşını çox tez alır, yaxşını çox tez hiss edir, duyur və mən də çalışıram ki, uşaqlar üçün yaxşı olanı yazım. Təbii, səmimi, yəni qondarma, quraşdırma bir şey yox. O uşaqlar tez anlayır ki, sən bunu ürəkdən yazmamısan, bu səmimi deyil. Həm də Sevinç xanım o qədər belə səmimi dildə uşaqlarla söhbət edir. Sanki bir söhbət edirsiniz, onlara nağıl danışırsınız onlara. Amma mən bəzi yenə uşaq ədəbiyyatının bu çətinliklərindən bəhs etmək istəyirəm. Əvvəla uşaq ədəbiyyatına çox yazıçılar heç yaxınlaşmaq istəmirlər. Amma yaxınlaşanlar da çox süni yaxınlaşır. Ki, uşaq ədəbiyyatı da hər istəyəni qəbul eləmir. Bəli. O qədər belə deyək də kaprizli ədəbiyyat sahəsidir ki. Bəli. Bəziləri də PR üçün elə bir yaxınlaşır və orada olan o tamamilə Azərbaycan kökünə, Azərbaycan daxilinə, yəni ki, ümumiyyətlə Azərbaycana aid olmayan bir nüanslar ortaya çıxır. Yəni düşüncələr də, hətta məsələn bir Azərbaycanlı körpəsinin düşüncəsindən uzaq bir düşüncədirsə, o uşaq onu qavramayacaq. Onun valideyni də onu qavramayacaq ki, məsələn evladına onu izah eləsin, oxusun. Bəli, övladına onu izah etmək üçün heç valideyn də onu qavramayacaq. Amma uşaq ədəbiyyatı kimi fəaliyyət göstərirlər. Mən bilirəm ki, siz çox gözəl yazıcısınız, gözəl, yəni həm də ədəbiyyatşünas kimi bütün bunların hamısını öz beyninizdən keçirdirsiniz. Mənə çox maraqlıdır. Mən həmişə bizim öz sözünü demiş yazıçılarımızdan soruşuram ki, çağdaş Azərbaycan ədəbiyyatı, bax, uşaq ədəbiyyatı, məsələn 60-cı illərdə, 70-ci illərdə inkişaf etmiş uşaq ədəbiyyatı, birdən-birə uşaq ədəbiyyatı və uşaq şeirləri, birdən-birə onlar elə bir iflic vəziyyətinə düşdü bir ortada. Və sonra işıqlı imzalar gəldi. Və mən sizə o imzalardan biri sanıram və mən düşünürəm ki, bax bu barədə sizin öz düşüncəniz, öz çıxış yolunuz. Çünki siz uşaq ədəbiyyatının içindəsiniz və bu çıxış yolunu nədə tapa bilərik biz məsələn? Baxın, mən izah edeyim. Mən çox insanlarla söhbətim olur da. Yəni zərərli ədəbiyyatın təbliğini, zərərli uşaq ədəbiyyatının, məhz uşaq ədəbiyyatı. Mən heç kimə bağışlamıram da. Yəni mən məsələn hansısa bir kitabxananın iş fəaliyyətində görəndə ki, o zərərli bir ədəbiyyatı təbliğ eləyir. Məsələn, bu adam uşaq ədəbiyyatına dəxli yoxdur. Məsələn, onu birbaşa deyirəm ki, eləməyin, xahiş edirəm, eləməyin. Uşaq ədəbiyyatına heç nəyi zorla. Çox həssas yanaşmaq lazımdır. Çox həssas yanaşmaq lazımdır. Yəni hər şeyə nəsə eləmək istəyirik, o olsun. Bir uşaq ədəbiyyatını biz buraxaq. Qoy təbii inkişaf eləsin. Qoy 3 nəfərlə getsin. Amma təmiz ədəbiyyat olaraq getsin. Dəyərli, xeyirli ədəbiyyat. Yəni uşaq ondan xeyir götürə bilsin. Uşaq ondan məsələ onda deyil ki, o mütləq tərbiyə eləməlidir. O sadəcə öz ruhu ilə tərbiyə eləyə bilər. Öz o mətnaltı sözü ilə, mətnaltı mənası ilə. Məsələn, bir yazıcı var, Sam McBratney. Mən onun cəmi 2 hekayəsini oxumuşam. Amma o hekayənin bir dənəsi bütün dünya üçün, dünya uşaqları üçün, uşaq ədəbiyyatı üçün elə bir dəyər verir ki, yəni bir romana bərabərdir, sevgi ötürür.
ana dovşan bala dovşana və yaxud bala dovşan ana dovşana öz sevgisini izah eləməyə çalışır hekayə boyu. Çox rahat dillə yazılmış xırda bir hekayədir. Anacan, bilirsən mən səni nə qədər sevirəm. Hekayə belə başlayır və axıra qədər bala dovşan burdan aya qədər, burdan çaya qədər, burdan o ağacın təpəsinə qədər hoppanır, ayaqlarını yerdən qaldır. Bax, burdan o dağın təpəsinə qədər. Yəni izah eləməyə çalışır. Bundan gözəl nə var ki? Həyatda bu sevginin izahından gözəl nə var ki? Çox yəni gözəldir. uşaqlar üçün belə ədəbiyyat nümunəsi yaratmaq lazımdır. Mən də çalışıram o eləyim. Çox sağ olun Sevinç xanım. Mən sizin kitablarınızı izləyirəm. Sizdə öyrədici kitablar çoxdur. Kitablarım müxtəlif dillərə tərcümə olunubdu. Bəli. Məsələn, Melisa artıq 6 dilə tərcümə olunubdu. Baxmayaraq ki, 20-ci ildə çapdan çıxıbdı. Cəmi 5 ilin kitabıdır. Bu böyük uğurdur həm də bir yazıcı üçün. Çox sevindirici haldır və uşaqların sevimlisi olmaq və bu qədər gözəl bir-birindən gözəl kitablar. Məsələn, mən obrazlarına çox maraqlı oluram, uşaq ədəbiyyatında obrazlarına. Və mən bilirəm ki, bu obrazlar uşaqların sevimlisi olduqca bu obrazlara aid animasiya filmləri çəkiləcək. Mən bilirəm ki, sizin ssenarilərinizə uyğun animasiya filmləri bilmirəm çəkilibmi indiyə qədər? Belə deyək ki, Azərbaycan uşaq ədəbiyyatında obraz çox azdır. Aha. Yəni bunu danmaq lazım deyil. Bəli. Bizdə bir neçə qəhrəman var, folklordan gəlir, nağıl qəhrəmanları. Bəli. Və müasir uşaq üçün müasir bir qəhrəman yoxdur. Çox azdır. Bəlkə də var, o təbliğ olunmayıb deyə o az görünür. Uşaq onu tanımır və mən də çalışmışam ki, həmişə belə qəhrəmanlar yaradım ki, uşağın beynində onun uşaqlığının qəhrəmanı kimi yaşasınlar. Bu yaxınlarda Azərbaycan Dövlət Kukla Teatrında mənim bir tamaşam qoyuldu. Həzi Aslanov haqqında, 2 dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanov haqqındaydı tamaşa. Festival üçün qoyuldu, amma gələn ildən repertuar tamaşası kimi uşaqlara təqdim olunacaq. Sevinç xanım, 44 günlük müharibə oldu və bunu bizim balalarımız da izlədilər. Uşaq ədəbiyyatına bu necə yansıdı? Məsələn, siz bəzi yazıçılar yazdılar nəsə uşaqlara uyğun. Düzdürmü? Kitablar çap olundu. Amma mən tam olaraq vətənpərvərliyi izah edən, uşaqları qorxutmadan, uşaqları müharibədən qorxutmadan bunu izah edən, qəhrəmanlıq izah edən bir nümunəyə çox az rast gəlmişəm. Və sizin yaradıcılığınızda bu necə yansıdı? Məsələn, sizin qəhrəmanların içində mütləq şəkildə mən bilirəm ki, siz orada bir obraz yaradırsınız ki, o bir qəhrəman olur, gəlir hamını qurtarır və bu barədə danışardınız. Uşaqlar üçün vətənpərvərlik mövzusunda çox böyük əminliklə deyərəm ki, məndən çox yazan yoxdur. Ta bizim torpaqlar işğal olunandan gündən ta bu günə qədər bayrağımız, atributlarımız haqqında çox onları vurğulamısınız, bəli. Çoxdur. Mənim Zəfər günündən bir neçə gün sonra 3 Alman nəşriyyatında, Teatrpresdə çox qalın, çox nəfis işlənmiş tərtibatı gözəl olan Zəfər nəğməsi Şuşa kitabım nəşr olundu və Təhsil nəşriyyatında Pıçıltı kitabım, Gəncə terroruna həsr olunmuş Pıçıltı kitabım nəşr olundu. Orada oyuncaqların və heyvanların, yəni pişiklərin, göyərçinin terrora münasibəti, dağılmış o Gəncə terroru nəticəsində dağılmış o evlərin yanında dayanıb kuklaları, uşaqları azad etmək üçün cəhd edən o pişiklərin, kuklaların, oyuncaqların dilindən yazılmış bir əsərdir. Sonra mənim bir neçə Zəfərdən bir il sonra Təhsil nəşriyyatında Duman Pərləri Şuşa kitabım çıxdı. Bilirsiniz necə, mən həmişə istəmişəm ki, uşaqlar üçün mifik obraz yaradım, fantezi janrında. Uşaqlar üçün bu obrazlara uşaqların böyük ehtiyacı var və düşündüm ki, mən necə eləyə bilərəm. Həmişə eşidirdim ki, əsgərlərin dilindən. Məsələn, duman gəldi, aranı kəsdi və duman bizi xilas etdi. Dumanda getdik və mən düşündüm ki, bizim mifik qəhrəmanlardan biri mütləq duman obrazı olmalıdır. Mən Şuşanın dumanına bu qəhrəmanları həsr elədim, Duman Pəriləri yaratdım. Duman Pəriləri, Şahzadənin adı Şudur, qalan bütün milyardlarla pərinin adı Şadır. Onlar birləşib öz nazik tellərindən asılıb cıdır düzünün üstünə enəndə bu pərilər, xırda-xırda pərilər sözü yaranır. Şuşa yaranır və duman gəlir. Çox gözəldir. Onlar çəkilib öz Şuşa saraylarına gedəndə duman çəkilir və mən Duman Pərilərinin
vasitəsilə Şuşanın keçmişinə Zəfər adlı bir uşağı səyahətə apardım. Ta Şuşanın tikilməsindən, qurulmasından gələn gündən bu günə qədər və müharibə dövrünə apardım. Zəfər öz atasının şəhid olduğu müharibəni görmək istəyirdi və Duman pərləri ona müharibədən bir parçanı göstərdilər və orada o əsgərlərə necə kömək olduqları, onların o yanar dodaqlarına, susuzluqdan yanan dodaqlarına necə su səpdiklərini onlar necə gözəl təsvir elədilər və sonunda mən həmişə xəyalımda onu arzulamışam. Həmişə Şuşa mənə yerlə göy arasında bir qəribə əfsanəvi məkan kimi, mən Şuşaya adi şəhər kimi, adi torpaq, adi el, yurt kimi baxmamışam. Həmişə düşünmüşəm ki, o yerlə göyün arasında müqəddəs bir məbəddir, müqəddəs bir insan məskənidir və düşünürdüm ki, bu Şuşa dəniz səviyyəsindən bu qədər hündürdədir və mən o əsərdə, düzdür, mifik də olsa, əsər fantezi janrında olsa da, mən buna özüm üçün cavab tapmışam ki, deyir ki, hər qərinədə bir dəfə Duman pərləri Şuşanın çiyinlərinə alıb yuxarı qaldırırlar və Şuşa enəndə əvvəlkindən daha hündürdə olur və o qalxma anını, o enmə anını mən uşaqlar üçün elə təsvir eləmişəm ki, doğrudan da Şuşanın bu qədər yüksəklikdə olmağı adi bir hal deyil. Divar ağlar, daş ağlar, gah bərk, gah yavaş ağlar. Divar ağlar, daş ağlar, gah bərk, gah yavaş ağlar. Toxunmayın budam, gözlərim qan yaş ağlar. Toxunmayın budam, gözlərim qan yaş ağlar. Şuşa, lay 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 lay, lay 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 lay, Şuşa, lay 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 lay. Çox sağ olun Sevinç xanım, var olun. Çox sevindirici oldu və mənə çox xoş oldu sizinlə müsahib olmaq. Daha bir şənbə söhbətləri verilişinin sonuna gəldik. Verilişi sizin üçün hazırladı müəllif Aysiyə Fikrət, rejissor Anar Məmmədov. Yuxuda gün düşaya, ömrün olsun tuşaya. Yuxuda gün düşaya, ömrün olsun tuşaya. Şuşam yağı elinde, sesim yetmez Şuşaya. Şuşam yağı elinde, sesim yetmez Şuşaya. Alay lay, ay lay ay, Şuşaya, lay lay, alay lay, alay lay, alay lay, Şuşaya, lay lay, alay lay. Belərəm sən için, gülərəm için. Belərəm sən için, gülərəm için. Gül dəstərə balaram, lay laylardan sənin için. Gül
dəstələr ağlaram, laylalarda sənin için. Alay, 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 Şuşa